Salam, hörmətli izləyicilər. Mən hüquqşünas Zaud Səyidzadəyəm. Bugündən başlayaraq artıq belə deyək də, maraqlı və qeyri-adi gülmək cinayət hadisələri harda varsa kanalında paylaşacağım. Dəyərduzluq faktıyla və digər faktlarla bağlı. Əgər sizə belə bir format xoşunuza gəlirsə, videonu bəyənin və kanala abunə olun ki, xəbəriniz olsun, hörmətli izləyicilər. Belə bugünkü videonun məlumat verirəm. İntiqam Valiyevoğlu yəni həmin məlumatı paylaşıb. Diqqətlə bir də baxaq öz YouTube kanalında. Deməli, söhbət nədən gedir? Salam dəyərli izləyicilər, sizə çox maraqlı bir cinayət işi təqdim edirəm. Həm də hətta gülməli də demək olar buna. Deməli, Bakıda keçmiş məhkum xaricdə yaşayan tanışına qarşı hiyləgər üsulla dələduzluq edir. 44 yaşlı Vüsal ortaq tanışının vasitəsilə əlaqə qurduğu Anarın 8000 manat pulunu ələ keçirib. Ən maraqlısı isə onun qurduğu plan olub. Deməli, uzun illər Bəhreyn Krallığında yaşayan və homoseksual olan Anarın Bakıya gəlmək istədiyini eşidən Vüsal onunla WhatsApp vasitəsilə əlaqə saxlayıb. O, Anarı inandırmağa çalışıb ki, Azərbaycanda güya cinsi azlıq olmaq cinayət sayılır və buna görə də ölkəyə girişinə stop qoyulub. Halbuki həmin adamlar TikTokda cəmaatın başına çıxır. Hətta deyib ki, homoseksual olduğu üçün hava limanına çatan kimi tutulacaq. Buradakı qanunlardan xəbərsiz olan Anar Vüsalın bu sözlərinə inanaraq ondan kömək istəyib, artıq plan işə keçən kimi Vüsal bu məsələni çətin də olsa həll edəcəyini deyib. O əvvəlcə girişə qoyulan qadağanın aradan qaldırılması üçün Anardan 8000 manat alıb, yəni həmin o cinsi azlıq nümayəndəsindən və pulu güya hüquq mühafizə orqanlarında çalışan tanışına verəcəyini bildirib. Adama soruşurlar ki, bu boyda pul səndə hardandır, bu da bizlik deyib. Bir müddət sonra Bakıya gələn Anar aldadıldığını başa düşüb, belə ki, homoseksual olduğu üçün onun barəsində heç bir məhdudiyyət və ya məsuliyyət nəzərdə tutulmadığını öyrənib. Bundan sonra onun şikayəti ilə Vüsal cinayət məsuliyyətinə cəlb olunub, o həbs edilməmək üçün 8000 manatı tam geri qaytarıb. Zərər ödənildiyi üçün məhkəmə yekunda cinayət işinə xitam verib. Azərbaycanda əgər bu cinayət olsaydı, bir anlıq, baxın görün TikTok'un gündəmi necə gözəl olardı. Hər halda şəhərləriniz çox maraqlıdır. Salam dəyərli izləyicilər, sizə çox maraqlı bir Deməli, dostlar, mənə də şəhəriniz maraqlıdır, yazın. Görün nə fikirləşirsiniz, amma mən bir məsələ fikir bildirmək istəyirəm. İnsanlar gönlünüzü sadəlövdür. Mən belə qərara gəldim ki, belə deyək, pul qazanmaq üçün yalan danışmaq lazımdır. İnsanlar yalana inanır. Bir ki, Hasan pul qazanmaq lazımdır, əziyyətini yox. Çox təəssüf. Dəfələrlə mən özüm deyən ki, insanlara bəs hüquqi maarifənin kanalından öyrənin, görən maarifənin yoxdur. Eyni zamanda deyən ki, məsəl üçün, YouTube kanalına abunə olan şəxslərin telefonu hüquqi məsələsini verməsə 10 manatdır, istifadə edin, görən istifadə edən yoxdur. Bundan əlavə deyən ki, mən özüm əl arabasında olan şəxsən istəyirəm, dostlarım üçün bir yer götürək, orada əl işlər sataq, videonu bəyənin ki, YouTube kanalı mənə ödəniş eləsin. İnsanlar görən nəsə inanmır, zəifdir abunə olanlar. Niyə? Amma kimsə yalan danışan kimi, bax 18 min aparıb verib. Bu insan bir fikirləşsin də. Görün bunun nə qədər pul qazanır ki, nə qədər belə deyək, savadsızdır ki, bir bildiyi, bir inkişafı yoxdur, bir düşüncəsi yoxdur ki, desin ki, mənə niyə həbs eləsinlər. Birincisi, sən məhdudiyyət qoyulursa, sən gələ bilməyəcəksən pis halda. İkincisi, gələ sən nəsə bir ağır cinayət işi görərsən ki, səni Interpola versinlər, nəsə eləsinlər. Üçüncüsü ki, yəni ki, sənə əgər məhdudiyyət qoyulursa, həbs edəcəklərsə, sən niyə gəlsən, nəyə görə pul versən, əsas məsələdən biri budur. Hörmətli izləyicilər. Üzrü sayın, hörmətli izləyicilər. Sən gəldi, olsa yadına baxın, məsələ tarıdı, onu cavab verdim, üzrü sayın. Onu demək istəyirdim ki, hörmətli izləyicilər, gör nə qədər avam olmalısan ki, nə qədər pulunda olmalı ki, sən aparıb 8000 ona versən ki, mən gəlmək istəyən cinsi azlığa. Sən ən azından bunu diktata baxa bilərsən, ən azından internetə girib baxa bilərsən ki, Azərbaycanda vəziyyəti nətərdir, nədir? Bir abısı yoxdur. Mən bir məsələ danışmaq istəyirəm. Deməli, mən özüm həmin hüquqşünas işləyəndə, həmin mediatör işləyəndə mənim yanıma adamlar gəldi. İndi hüquqşünas kimi gəlir, amma vaxt var idi mediatör kimi gəldi. Deməli, uşaq anada qalmalıydı, qarşı tərəf razılaşmırdı. Biz razılaşdırdıq, yəni uşaq anada qaldı. Amma ana Ahmətdən imtina edir də belə deyik. Mənə qəribdir ki, at çəkməyəcəm, biz tanınmış vəkilin yanına gedmişdik.
Bu işi həmin vəkil dedi ki 5.000 hər verə. Siz burada 8 manat hər verdiniz. İnsanlar öz hüquqlarını bilmədiyinə görə ona görə problem olur. Hörmətli izləyicilər. Hüquqlarınızı bilin. Və dediyim kimi, əgər bu formatda video istəyirsiniz ki, harada maraqlı cinayət hadisələri olub, harada dəyər düzdürüb, videonu bəyənin, YouTube kanalına abunə olun, mən məlumat verim. Eyni zamanda hüquqlarınızı bilin. Hörmətli izləyicilər. Və yenə deyəm, dəfələrlə demişəm ki, mən özüm əl arabasında olduğuma görə istəyən bir yer götürün, əl dostlarımın hər şeyin ordusa da və hüququ yazın gözə də. Burada YouTube'dan pul yığmanla mümkün necə? Yəni vətəndaşlardan yox ha. Yəni baxış çox olsun ki, YouTube pul ödəniş etsin. Orta hesabla götürəndə hər bir bəyənmə təxminən bir köpü dəyərində qiymətləndirir. Bəyənin, amma görən bəyənən yoxdur, hörmətli izləyicilər. Deyən ki, kitab satıram 20 manata. Dünyanın 40 tanınmış şəhərləri haqqında motivasiya kitabıdır. Videonu paylaşın ki, hamı bilsin ki, paylaşan yoxdur. Sonra deyən ki, paylaşın ki, hamı bilsin ki, 10 manata hüququ yardım ala bilər YouTube abunə olmaqla. Görən onu da paylaşan yoxdur, zəifdir. Hər hazırda 12 nəfər çatmır ki, mənim belə 6000 abunə olsun, hörmətli izləyicilər. Amma kimsə gəlir diktatda yemək yeyir, kimsə nəsə edir, ona pul da atır, şiir da atır və mən də bir neyini də iş görürlər. Amma biz burada həqiqətlərdik. Görürük ki, həqiqətlərə qiymət verən yoxdur. Hörmətli izləyicilər. Niyə belədir görəsən? Siz nə fikirləşirsiniz? Yazın. Zəhmət olmasa. Mən həmişə demişəm, indi də deyəm. Aldanan adam özü təqsirkardır. Hörmətli izləyicilər. Ona görə ki, indi qeyd edən nəyə görə? Bugün Azərbaycanda aldanmaq mümkündür. Hörmətli izləyicilər. Ona görə ki, dəfələrlə hüquqşünaslar danışır, vəkillər danışır, məlumat verir. Hər yerdə var, diktatda var, YouTube'da var, Facebook'da var, hər yerdə var. Amma insanlar özlərini aldatmaq istəyirlər. Evet, bu 8000 məsələsi yaxşıdır, əgər başqa işlər də var. Hər həftə xırda məlumatlar verəcəm ki, insanlar aldanmasın. Hörmətli izləyicilər. Və mən özümdən götürürəm. Mənim şatan birlikdə 2000-dən yuxarı videom var. İstər vəsəyinlə bağlı olsun, istər sosial yardımla bağlı olsun, istər pensiyanla bağlı olsun, istər əlinin təyinatına bağlı olsun, istər alimentin ödəməsindən bağlı olsun, istər uşaqla ünsiyyətlə bağlı olsun, istər belə digər təzminatların ödəməsindən bağlı olsun, kreditlərin ödəməsindən bağlı olsun və başqa məsələlərlə bağlı olsun var. İnsanlar baxıb tanış ola bilərlər. Amma görən ki, baxmırlar. Xoşlar gəlir aldansın. Və gəlirlər hansısa bir hüquqşünasın yanına, belə dönər arası. O deyir ki, sənin işi 5000'e görəcəm, 3000'e görəcəm. Niyə? İnanırlar ona. Onun lazımı şeyi eşitmirlər. Eşitmək istədiyi şeyləri eşidirlər. Hə, mən sən belə alacağım, belə edəcəm. İnsan da ona eşitmək istəyir. O da ona söz verir, ona görə. Hörmətli izləyəcək. Eşitmək yox. Eşitmək istədiyiniz yox. Lazım olduğu şeyi eşidim. Hörmətli izləyəcək. Yəni fikrin yəqin ki, sizə aydın oldu bu videoda. Üzrünüz aydın ola bilsin, texniki problemlər olsun. Ona görə. Əgər kiməsə maraqlısa dediyim kimi videonu bəyənin, YouTube kanalına abunə olun ki, belə bir videonun davamı gəlsin. Həm də mənə dəstək olmuş olsun, belə dediyim məsələyə görə. Hörmətli izləyəcək. Heç olmasa siz ödəniş edə bilmirsiniz, YouTube ödəniş etsin. Diqqətinizə görə sağ olun. Abunə olmağı unutmayın. Sağ olun.